Rusiya Odessa və Xarkova onlarla raket və dronla hücum etdi. Ölən və yaralananlar var. Kanadada meşə yanğını minlərlə hektar ərazini külə çevirdi. 20 min insan evini tərk etdi. Braziliyada isə helikopter qəzaya uğradı. Bir ailənin üzvləri həlak oldu. İfonət, kanalizasiya suyu və çökmüş yol. Çökmə hissəsi gün keçdikcə daha da genişlənir. Sumqayıtdakı bu təhlükə nə vaxt aradan qalxacaq? Rəsmi qurumun açıqlaması birazdan. Ətin qiyməti yenə qalxdı. Mal əti qalxıb olub 18,5. Quzu əti də ki 21-ə, 22-yə alırdı, amma indi olubdu 23 manata. Bəs bahalaşmanın səbəbi nədir? Satıcı heyvan bahalaşıb deyir. Ekspert isə başqa səbəblər göstərir. Azərbaycanda şəkər istehsalında rekord artım. 5 ayda 170 min tona yaxın şəkər istehsal olundu. 2030-cu ilədək bu göstəricinin 700 min ton, 800 min tona çatdırılması qarşıya məqsəd qoyulub. Şəkər istehsalındakı sıçrayışın səbəbləri və gözləntiləri İTV Xəbərdə. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İTV Xəbərin saat 14 buraxılışı efirdədir. Studiyada Elnarə Məmmədlidir, indi isə daha ətraflı. Rusiya ordusu Ukraynanın Odessa vilayətinə və Xarkov şəhərinə kütləvi zərbələr endirib. Odessaya onlarla raket və PUA buraxıldığı bildirilir. 8 nəfər xəsarət alıb, hücum nəticəsində strateji infrastruktur obyektləri ilə yanaşı mülki yaşayış binaları da ciddi ziyan görüb. Xarkova endirilən zərbələr nəticəsində isə 2 nəfər ölüb, 20-dən çox nəfər yaralanıb. Rusiyanın bir neçə regionunun hava məkanında isə Ukraynaya məxsus ümumilikdə 153 ədəd pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi bildirib. Bu arada Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın enerji infrastrukturu son hücumlar nəticəsində trilyonlarla rubl həcmində zərər görüb. Onun sözlərinə görə Rusiya Moskvanın ətrafında 3 qat hava hücumundan müdafiə sistemi yaradıb və ölkənin müxtəlif bölgələrindən əlavə sistemlər gətirib. Buna baxmayaraq Ukrayna qüvvələrinin bu müdafiəni yarmağa davam etdiyini deyib. Zelenski həmçinin Rusiyanın hələ də SSR dövrünün texnologiyalarına güvəndiyini, Ukraynanın isə öz müdafiə sənayesini sıfırdan qurduğunu və PUA istehsalının onlar üçün bir sağ qalma mübarizəsinə çevrildiyini vurğulayıb. Qeyd edək ki, son aylarda Rusiya Kiyevə hücumlarını intensivləşdirib. Ukrayna isə Moskvanın müharibə imkanlarını zəiflətmək məqsədi ilə Rusiyanın neft obyektlərinə və logistika infrastrukturuna zərbələr endirir. ABŞ-İran gərginliyinə gəldikdə isə ABŞ-nin vitse-prezidenti J.D. Vance bildirib ki, Vaşinqton İranın nüvə proqramını məhv edib, ölkənin adi hərbi imkanlarını sıradan çıxarıb və Tehranın asimetrik hərbi potensialını əhəmiyyətli dərəcədə zəiflədib. Bununla bağlı Fox News telekanalına verdiyi müsahibədə o deyib ki, hazırda ölkəsi İranın iki ölkə arasında münasibətlərin yaxşılaşmasına imkan verəcək uzun müddətli dəyişikliklərə hazır olub-olmadığını qiymətləndirir. Vance qeyd edib ki, Tehran bu istiqamətdə addım atmaqdan imtina edərsə, Vaşinqton İrana təzyiqləri davam etdirəcək. İran prezidenti Məsud Pezeşkiyan isə bildirib ki, ABŞ etimad mühitinin yaradılmasına kömək edəcəyi təqdirdə Tehran Vaşinqtonla bu yaxınlarda imzalanan anlaşma memorandumuna əsaslanaraq sülh yolunu davam etdirməyə hazırdır. Pezeşkiyan onda deyib ki, hazırda razılaşma əldə etmək üçün əlverişli zamandır. O, ABŞ ilə danışıqlarda qarşılıqlı prinsiplərə əməl edəcəklərini, yəni Birləşmiş Ştatlar öhdəliklərini hansı səviyyədə yerinə yetirəcəksə, İranın da eyni addım atacağını bildirib. Bu arada onu da qeyd edək ki, ABŞ-nin sabiq prezidenti Joe Bidenin xərçəng xəstəliyinin ağırlaşdığı bildirilir. Bu barədə BBC telekanalına müsahibəsində Bidenin oğlu Hunt Biden açıqlayıb. Onun sözlərinə görə xəstəlik sümüklərə və digər nahiyələrə metastaz verib. Xatırladaq ki, Joe Biden 2025-ci ilin mayında özündə prostat xərçəngi aşkarlandığını açıqlayıb. 2025-ci ilin sentyabrında isə dəri xərçəngi ilə bağlı əməliyyat keçirib.
Braziliyanın Rio de Janeiro şəhərində helikopter qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin pilotu da daxil olmaqla göyərtədə olan 4 nəfər həlak olub. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə helikopterdəki sərnişinlər Kolumbiyadan olan bir ailənin üzvləridir. Braziliya Aviasiya Qəzalarının Araşdırılması Mərkəzinin rəsmiləri helikopterin qalıqlarının sıx və çətin relyefli meşəlik zonada tapıldığını açıqlayıblar. Hazırda ekspertlər qəza yerində araşdırmalar aparır. Kanadada Britaniya Kolumbiyası əyalətində meşə yanğınının sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub. Əyalətin cənubunda baş verən təbii fəlakət qısa müddətdə nəzarətdən çıxaraq 2 dəfə böyüyüb və 9500 hektarlıq ərazini bürüyüb. Hadisə səbəbindən 20 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Sakinlərin bir hissəsi ticarət və sərgi mərkəzində müvəqqəti sığınacaqlarla təmin olunublar. Hazırda yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısını alınması üçün bütün qüvvələr səfərbər edilib. ABŞ tərəfindən Nagasakiyə atom bombası atılmasının 81-ci il dönümü münasibətlə anım mərasimi keçirilib. Yaponiyanın yerli vaxtı ilə səhər saat 11:02-də 1945-ci ildə atom bombasının partladığı anı ölkə bir dəqiqəlik sükutla yad edib. Mərasimdə iştirak edən baş nazir Sanae Takaichi çıxışında Yaponiyanın nüvə silahlarının yayılmaması, müqaviləsinin qorunması və gücləndirilməsi istiqamətindəki səylərini vurğulayıb. Sumqayıtda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə hadisə yerinə canlı qüvvə və texnika cəlb olunub. Yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Yaşayış binası və mənzillər yanğından mühafizə olunub. Sumqayıtdan söz düşmüşkən buranın Üzeyir Hacıbəyev küçəsində artıq günlərdəki yol problemi yaşanır. Bundan həm sürücülər, həm sakinlər, eləcə də ərazidə çalışanlar ciddi narahatdırlar. Çətinlik su, kanalizasiya ilə bağlı xoşagəlməz mənzərəyə də səbəb olub. Üstəlik yolun çökməsi təhlükəni daha da artırır. Problemin aradan qaldırılması üçün iş görülsə də sakinlər bilmək istəyir ki, ərazi nə vaxt əvvəlki vəziyyətinə qayıdacaq. Obyektimizin altı hal-hazırda su ilə doludur. Nə girmək olur, nə çıxmaq olur. Obyektə girmək çox təhlükəli bir vəziyyətə gəlib çatıb. Hər an uçma ehtimalı var. Özünüz də çəkilişdə görəcəksiniz ki, 1 metr, 1 metr yarım altına qədər su dolub. Çıxmaq mümkündür onun içinə. Bura Sumqayıtın Üzeyir Hacıbəyev küçəsidir. Avtomobil yolunun bu hissəsi çöküb və çökmə hissəsi gün keçdikcə daha da genişlənir. Hazırda ərazidə müəyyən işlər aparılsa da, təhlükəli vəziyyətin nə vaxt aradan qaldırılacağı sual altındadır. Asfalt örtüyünün çökməsinə səbəbsə yolun altından keçən kanalizasiya kollektorunda baş verən qəza olub. Girmək üçün də kanalizasiyanın iyi də dolub, hamısı burada cəmaatın gəlirlər ki, biz də burada işləyirik ki, 5 manat, 3 manat qazanmağa. Bu birdən kanalizasiya tutulmuşdu, buradan vurdular, baddabilə ilə suyu vurdular, oradan partladı. O deyil, o cərgədən partladı. Mənim obyektimin qabağından. Oradan partladı, sonra da belə vəziyyət var. Artıq demək olar ki, 10 gündən çoxdur ki, vəziyyət bu yerdədir. Çox acınacaqlı vəziyyətdədir. Üfunət iyisindən, iydən, qoxudan bu obyektlərə yaxın durmaq olmur, yoldan keçmək olmur. Artıq bu təngə gətirib. Neçə dəfədir gəliblər, ağlamcaq qazırlar, tökürlər, başqa bir ortada nəticə yoxdur. Vəziyyət acınacaqlı olaraq da qalır. Keçə bilmirik, görükür da burada hamısı. Burada danışmaq ehtiyac deyil ki. Fırlanıq da yol 10 gündür bu vəziyyətdədir. Mən Əşəyə bazarının yanında oluram, mən Quruq fırlanından çıxıram yola taksi ilə gedirəm. Buradan keçiş yoxdur ümumiyyətcə. Çəkiliş zamanı ərazidə qəzanın aradan qaldırılması istiqamətində işlərin aparıldığını da müşahidə etdik. Dəmir beton konstruksiyalar da axşənmə gedir. Ona görə də belə qəzalar baş verir müxtəlif yerlərdə. Yəni olan xəttlərin hamısı istismar vaxtını bitiribdir. O məsafədir. Burada olan hardasa 22 metrə məsafədir. Xəttlər 2-3 günə qurtarar. Bundan sonra asfalt işlərinə başlayarlar gəlib.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etdiyi qurumdan bildirildi ki, Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisindən keçən diametri 400 mm olan tullantı su xəttinin 30 metrlik qəzalı hissəsinin dəyişdirilməsi işləri aparılır. İşlərin təxminən 2-3 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bundan sonra ərazidəki yol əvvəlki vəziyyətə qaytarılacaq. Bəyə Mahir qızı Ramiq Abbasov, Səbinə Şükürova, İTV Xəbər. Ərzaq bazarında qiymət dəyişiklikləri davam edir. Söhbət xüsusilə mal ətindən gedir. Belə ki, paytaxt bazarlarında məhsulun qiymətində artım qeydə alınıb. Alıcılar bahalaşmanı son günlər hiss etdiklərini deyirlər. Satıcılar isə bunun daha uzun müddətdə formalaşdığını deyirlər. İqtisadçılar isə səbəbləri həm artan tələbat, həm də heyvandarlıqla bağlı dəyişikliklərlə izah edirlər. Paytaxt bazarlarında mal əti bahalaşıb. Alıcıların sözlərinə görə son 2 gündə qiymət 1 manat artıb. Mal ətini əvvəllər alırdı 17-yə, 17 yarıma. Amma indi mal əti qalxıb olub 18 yarım. Quzu əti də ki 21-ə, 22-yə alırdı, amma indi olubdu 23 manata. Ən çox hansı hissələrindən alırsınız alan? Ən çox dananın qol hissələrindən alınıb zivə həmişə. Quzu ətinin də ara qaburğalarından da kebablığa gedən yedim. Onda artım müşahidə edirsiniz də qiymət? Bəli. 17 manat alırdıq əvvəl, indi 18-ə, 18-ə 50-yə alınır. Quzu da 21 manat idisə, indi 22-23 manat olubdur, bahalaşıbdır bəli. Elə sümüklidə də fərqi var, sümüksüzdə də, amma əsasən sümükli daha yaxşıdır, xeyirlidir, yəni daha dadlı olur. Satıcılar isə bildirirlər ki, qiymətdəki dəyişiklik son 2 günün deyil, son 2-3 ay ərzində formalaşan bahalaşmanın nəticəsidir. Onların sözlərinə görə, diri-iri buynuzlu heyvanların alışı bahalaşdığı üçün ətin satış qiymətini də artırmalı olublar. Heyvan qalxması rayonla əlaqədardır. Rayonla əlaqədar yem, ot qalxdığına görə heyvan qiymətləri qalxır. Qabaq alırdıq 6 manata, diri heyvan çəksin 6 manat, indi alırıq 6 manat, 6 manat 50 qəpiyə. Quzu ətini alırdıq, məsələn, qabaq 9 manata, 10 manata diri çəksin. İndi alırıq 11 manata, 10 manata gəlir durur. Quzu ətinin qiyməti indi hal-hazırda 22-23 manatdır. Mal ətinin qiyməti qabaq 17 manat idi, indi olub 18-18 manat 50 qəpik. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, mal ətinin bahalaşmasının əsas səbəbləri saxlanılan heyvanların sayının azalması və tələbatın artmasıdır. Bu o kontekstdə baş verir ki, əhalinin ət tələbatı 25%-ə qədər yüksəlib. Yəni kəsilən ətin statistikasına baxanda görürük ki, son 10 ildə 25%-lik artım var. Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olmamağında özünün səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlamanın bahalı bir prosesə çevrilməsi. Ekspert bildirir ki, nəticə etibarilə bazarda qiymətin formalaşmasına həm təklif, həm də tələbat təsir edir. Nəzrin Elxan qızı, Fərid Cəfərov, İTV Xəbər. İndi isə keçid alaq digər qida məhsulundakı artıma. Burada isə söhbət yerli bazarda şəkər istehsalının əhəmiyyətli dərəcədə artmasından gedir. Belə ki, ilk 5 ayda əldə olunan göstəricilər ötən illə müqayisədə 43%-dən çoxdur. Dövlət dəstəyi və artan maliyyələşmə bu sahəyə ciddi təkan verib. Nəticədə həm daxili təminat güclənir, həm də xaricə məhsul göndərilir. Azərbaycanda şəkər istehsalı artıb. İlin ilk 5 ayında ölkədə 170 min tona yaxın şəkər istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,7% çoxdur. Bəs istehsaldakı bu sıçrayışa nə səbəb olub? Artımın nə qədəri yerli xammal hesabına təmin edilir? Hazırki istehsal həcmi ölkənin daxili bazarının şəkərə olan tələbatının qarşılanmasında mühüm rol oynayır. Daxili bazarın illik tələbatı təxminən 270 min ton təşkil edir və mövcud istehsal imkanları bu tələbatın davamlı şəkildə təmin olunmasına şərait yaradır. Bununla yanaşı, müəssisənin istehsal gücünün artırılması həm daxili bazarın sabit təminatına, həm də ixrac imkanlarının genişləndirilməsinə imkan verir. Növbəti inkişaf mərhələsində isə 2030-cu ilədək bu göstəricinin 700 min ton, 800 min tona çatdırılması qarşıya məqsəd qoyulub. İqtisadçıların fikrincə, şəkər istehsalının artması daxili bazarın tələbatını ödəməyə imkan verir. Bu, həm də idxaldan asılılığın azalmasına və ərzaq təhlükəsizliyinin güclənməsinə şərait yaradır.
şəkərə yönəlik subsidiyalar artmışdı. Bu isə öz növbəsində təbii ki, buna əsas təkan verən amillərdən biridir. Daxili bazarı artıq təmin edirik müəyyən miqdarda. Həm də bu emal prosesində hazırlanmış məhsullarda ixrac edirik. Bu müsbət haldır. Biz daxili qida təhlükəsizliyimizə öz töhfə verir. İkinci isə ixrac potensialını da artırılır. Mütəxəssislərin fikrincə, istehsalın ilin sonuna da yüksək templə davam edib etməyəcəyi əsasən xammal təminatından, istehsal güclərindən istifadə səviyyəsindən və daxili bazarın tələbatından asılı olacaq. Zənişan Məmmədova, Sərxan Daşdəmirov, İTV Xəbər. Səhiyyə sistemində saxta diplom məsələsi yenidən gündəmdədir. Tibb sahəsində saxta sənədlə işləmək isə sadəcə qanun pozuntusu deyil. Burada söhbət birbaşa insan sağlamlığından gedir. Xəstə qarşısındakı şəxsin həqiqətən bu peşəyə hazır olub-olmadığını yoxlaya bilmir. Ona görə də məsuliyyət həm sənədi təqdim edən, həm də onu yoxlamadan işə qəbul edən tərəfin üzərinə düşür. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin son hesabatı səhiyyə sektorundakı görünməyən, lakin ciddi təhlükəni bir daha gündəmə gətirdi. Məlum olub ki, son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb. Müvafiq bilik və baza təhsili olmadan həkimlik etmək birbaşa insan həyatını təhlükəyə atmaq deməkdir. Mütəxəssislərin fikrincə, bu cür halların qarşısının dərhal alınmaması gələcəkdə qarşısı alınmaz faciələrə yol aça bilər. Ayrıca bir qurum yaradılır, Səhiyyə Nazirliyinin tərkibində təbii ki. O qurumda bütün həkimlər öz sənədlərini ora təqdim edirlər. Ora baza tibb təhsili, rezidentura təhsili, keçdiyi kurslar və s. Yəni ona aid bütün təkmilləşmə və diplomdan sonraki təhsil məqamları nə varsa, hamısı ora təqdim edilir və onun əsasına ona fəaliyyət lisenziyası verilir ki, bu həkim bu sahədə 3 il, 5 il, 7 il nə vaxtsa da lisenziya müddəti nəzərdə tutulur dövlət tərəfindən, o müddət çalışa bilər. Problem yalnız mənəvi deyil, həm də ciddi hüquqi məsuliyyət daşıyır. Xüsusən klinika və xəstəxanaların işə qəbul prosesində sənədlərin dürüstlüyünü yoxlamaq kimi birbaşa öhdəliyi var. Saxta sənəd təqdim etmək isə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən ağır hüquqi nəticələr doğurur. Cinayət Məcəlləsinin 320-ci maddəsində həm rəsmi sənədlərin saxtalaşdırılmasından, onların hazırlanmasından, eləcə də onlardan bilə-bilə istifadə edən şəxslərin məsuliyyəti nəzərdə tutulur. Həmin normanın sanksiya hissəsində, yəni cəza hissəsində əgər şəxsin saxta sənədlərdən istifadəsi öz təsdiqini taparsa, onlara qarşı ictimai işlər növündə, islah işlər növündə 2 manata qədər cərimə, eləcə də 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Agentliyin son elektron bülleteninə əsasən 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 30 nəfər tanınma məqsədi ilə saxta diplom təqdim edib. Kvalifikasiyası rədd edilən daha 50 nəfər isə saxta tanınma şəhadətnaməsi ilə fəaliyyət göstərməyə cəhd göstərib. Müqayisə üçün qeyd edək ki, 2024-25-ci illərdə oxşar şəkildə 53 saxta diplom və 12 saxta şəhadətnamə aşkarlanmışdı. Ötən 3 illə münasibətdə aparılan ekspertiza nəticəsində məlum olmuşdur ki, məhz tibb və səhiyyə ixtisasları üzrə 38 müraciətçi məhz kvalifikasiyanın əldə olunması və yekunda Təhsil Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılan icraat nəticəsində diplomların autentik olmadığı aşkar olunmuşdur. Diplomları və diplom əlavələri və aposterlərə saxta olunma halları da aşkar olunmuşdur və biz də aidiyyatı üzrə təbii ki, nizamnaməyə uyğun olaraq aşkar olunmuş hadisələrlə əlaqədar aidiyyatı qurumları məlumatlandırırıq. Aşkarlanan hər bir saxta sənəd əslində potensial bir faciənin qarşısının alınması deməkdir. Müasir elektron nəzarət mexanizmləri və gücləndirilmiş monitorinqlər sayəsində isə bu cür qanunsuzluqların kölgədə qalması artıq imkansızdır. Aysel Əliyeva, Fərid Cəfərova, Narağazadə, Rizvan Əkbərli, İTV Xəbər. Davam edirik. Avqustun 12-sində İspaniyada tam günəş tutulması müşahidə olunacaq. Sakinlər bu təbiət hadisəsinin baş verməsini səbirsizliklə gözləyirlər. Joaquin Tapioles İspaniyanın kiçik bir kəndində yaşayır. O, tam təchiz olunmuş rəsədxana inşa edib.
Avqustun 12-sini böyük səbirsizliklə gözləyir. Həmin tarixdə tam günəş tutulması baş verəcək. Arzum ilk dəfə ailə üzvlərimlə birlikdə günəş tutulmasını müşahidə etməkdir. Bu günü qaçırmaq istəmirəm. Rəsədxanaya yaxınlarımla gələcəm. İspaniya sonuncu tam günəş tutulmasını 1912-ci ildə müşahidə edib. Ona görə də Joaquin bu hadisəni böyük həyəcanla gözləyir. Kosmik hadisələri müşahidə etməyə olan sevgisinə görə o hətta teleskopunu da özü hazırlayıb. Astronomiyaya sevgisi isə hələ uşaqlıqdan başlayıb. Mən balaca idim. Atama kənd təsərrüfatı işlərində kömək edirdi. Bir dəfə xatırlayıram, meteor yağışını gördüm. Bu mənim ilk heyrətamiz xatirəm oldu. Atam deyirdi ki, bunlar göydən düşən ulduzlardır. Bu ömür boyu yaddaşımda qaldı. Günəş tutulmasının 4 müxtəlif növü var. Tam, qismən, həlqəvi və hibrid tutulma. Dünyanın bəzi yerlərində həmin hadisənin müxtəlif növlərini müşahidə etmək mümkündür. İspaniya, İslandiya, Rusiyanın şimalında və Qrenlandiyanın bəzi ərazilərində tam günəş tutulması müşahidə olunacaq. Tam tutulma möhtəşəm hadisədir. Ay günəşlə yer arasından keçəndə kölgə salır. Əgər bu kölgənin düz yolunda olmaq sizə nəsib olsa, səmada qara bir disk görəcəksiniz. Bu günəşi örtən aydır. Avropanın böyük hissəsində, Kanadada və ABŞ-nin şimalındasa yalnız qismən günəş tutulması müşahidə olunacaq. Qismən tutulma o zaman baş verir ki, biz ayın kölgəsinin düz mərkəzində olmuruq. Misal üçün, burada Birləşmiş Krallıqda 2026-cı ilin avqustunda qismən tutulma müşahidə olunacaq. Yəni, günəşin bir hissəsini yenə də görəcəyik. Ay isə onun əhəmiyyətli bir hissəsini örtəcək. Ekspertlər bu maraqlı kosmik hadisədən əvvəl hazırlıqlı olmağa çağırırlar. Hər kəs Joaquin Tapioles kimi bütöv bir rəsədxana qura bilməz. Əslində buna ehtiyac da yoxdur. Günəş tutulmasını müşahidə etmək üçün xüsusi gözlüklər kifayətdir. Sonda isə sabah ölkəmizdə müşahidə olunacaq hava haqqında məlumatı nəzərinizə çatdıraq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyə arabir güclənəcək. Havanın temperaturu gecə 23-27, gündüz 29-33 dərəcə isti olacaq. Rayonlarda isə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 22-27, gündüz 32-37 dərəcə isti olacaq. Belə hörmətli tamaşaçılar, bu saatdan da çatdıracağımız xəbərlər bunlar idi. Sağ olun.